Əzizlərim, şam ritualizmində, mum tökülümündə önəmli məqam bunu sadəcə yandırmaq deyil. Burada ilk öncə olaraq hiss etməyiniz önəmlidir. Şam yanarkən, od yanarkən biz artıq od elementini, od Allahını, enerjilərini və qüvvələrini canlı, fiziki maddə ilə dəvət etmiş oluruq. Və bu deməkdir ki, ətrafınızda canlı od yanarkən həmin enerjilər ətrafınıza yığılmağa başlayır. Şamı yandırıb və həqiqətən meditativ halda şamı hiss edərək hər dəfə başdan ayağa yandığını, dayanıb, musiqi qoyub yandığını hiss eləməyiniz, özünüz görəcəksiniz ki, şamla ünsiyyətiniz alınır, əlaqəniz alınır. Harada ki, şam yanır, çırt çırt çırt, part part part, məsəl üçün rahat axmağa başlayır, çırt çırt, part part yox. İnsanın aurasında olacaq hansı negativ belə deyək element var, onu çırtdadaraq, partladaraq, yandıraraq çıxardır. Ona görə də şamla ilk öncə olaraq əlaqə, hissiyyət, ünsiyyət və kontakt lazımdır. Bunu tapşırıq olaraq edirik ki, axşam götürürük, meditativ musiqi qoyuruq, çəkilirik və şamı başdan ayağa yanaraq hiss edirik və xüsusən də hər hansı bir arzunu götür və bu arzunu yüklə, ağlınla bu şama. Və hiss elə ki, o şam yandıqca sənin arzunda, auranda olacaq hansı element var, mani var, onu yandıraraq şəfalandıracaq. Və sonra özün nəticəsini görəcəksən ki, o arzun nə qədər sürətlə yerinə yetir. Çünki bu kömək edici vasitədir və səni gücləndirəcək və təsirləri daha da sürətləndirəcək. İstifadə edirik və bu ritualı mütləq rəyləri də aldım və qəbul etdim və kanala da abunə oluruq.